60-cı illər moda dünyasında inqilabın baş verdiyi, qadın gözəlliyinin yeni tərzdə ifadə olunduğu illər. Bu dövr yalnız geyimləri ilə deyil, eyni zamanda ikonik makyaj trendləri ilə də yadda qaldı. Gəlin bu nostaljik gözəllik dövrünə birlikdə səyahət edək. İlahi xanım, bugün 60-cı illərin saç və makyajından danışacağıq. O dövrə aid hansı saç və makyaj üslubu bugün də öz aktuallığını qoruyur? Deməli, 60-cı illərdə daha çox at quyruğu saç düzümü təbii idi. Müasir dövrdən fərqli olaraq həmin illərdə saç düzümü həm həcmli və diqqət çəkən yığılırdı. Və bir də nəzərə alaq ki, bu saç düzümü yığılanda saçın uc hissələri, ətək hissələri çölə doğru vurulurdu. Saç düzümünü yığıb tamamladıktan sonra müxtəlif aksesuarlardan istifadə olunurdu. Ən çox deməli ağ və qara rəngli lentlərdən istifadə olunurdu. Mən bugün ağ lentlərdən istifadə elədim və sonuncu işi tamamlayaraq saçın ətək hissələrini həmin dövrə uyğun çölə doğru vururuq. 60-cı illərə uyğun makyajda nələr edəcəyik? 60-cı illərdə daha çox gözlər ön planda olurdu. Üz dərisi matlaşırdı. Gözlərdə liner qrafik xətlərlə olurdu. Daha çox kirpiklərimiz, misal üçün, çox süni kipriklərdən də daha çox istifadə olunurdu. Hətta deyərdim ki, 2 kiprik üst-üstə qoyulan vaxtlar olurdu. Xanımlar daha çox göz quruluşuna önəm verirdi. Dodaqlarda təbii tonlardan istifadə olunurdu. Əziz xanım, siz də bugün gündəlik makyaj eləmişsiniz. Biz də bugün bu makyajı 60-cı illərə uyğun düzəldəcəyik. İlahi xanım, 60-cı illərin makyajı ilə Instagram makyajı arasındakı oxşarlıqlar və fərqlər nələrdir? Oxşarlıqlar ondan ibarətdir ki, hər ikisində gözlər ön plana çıxır. Fərq odur ki, Instagramda daha çox highlighter, konturlama, bir də dodaq dolğusu daha çox qabarıq olur. Amma 60-cı illərdə bunlar yox idi ya da çox minimal idi. Çünki xanımlar sadəliyə üstünlük verirdilər. Bununla da 60-cı illərə aid olan saç və makyajımız bitdi. Gözəllik zamanla dəyişə bilər, amma stil əbədi qalır. Retrodan ilham alıb öz imzanızı yaradın.